Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Təzə Şəmkir avtovağzalına çox yaxın bir ərazidə, deməli, faktu mənə deyilənə görə 4,5-dən çox, ancaq sənəddə 3,85 olan torpaq sayəsində qarşıda gördüyünüz 2 mərtəbəli həyət evi satılır. Sənədi çıxarışdır, yəni asan xidmətdə alqı-satqıya gedən sənəddir. Evin öz sənədi çıxarışdır, ipoteka yararlıdır. 2003-cü ildə tikilib bu həyət evi. Mən hal-hazırda darvazadan giriş hissəsində yerləşirəm. Eyni zamanda navesin alt hissəsini görmək mümkündür. Bir də ki, yəni gördüyünüz kimi məhəllə maşını daxil olur, küçəsi enlidir. Bax, belə bir həyət evinin qiyməti 85.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Yenidən təkrar edirəm, deməli 2 mərtəbəli həyət evidir. Qarşıda 4-ün 5-ə olan otaqdır. Bax, görürsünüz, deməli barının eni nə qədər, deməli çoxdur. 50 santrdan da çoxdur, yəni 2 mərtəbəli binadır, həyət evidir. Bura isə mətbəxidir. Mətbəx harasa 4-ün 4-dədir. Mənə elə gəlir ki, bax, bu tikilişinə görə bura hamam olmalı idi, ancaq hal-hazırda hamam burada yerləşir. 1-ci mərtəbənin istilik sistemi Aristondur. İndi isə 2-ci mərtəbəyə qalxıram. Bax, belə bir həyət evinin deməli qiyməti 85.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Yenə təkrar edirəm, deməli Gəncə şəhərində yerləşən Təzə Şəmkir avtovağzalına çox yaxın bir ərazidə, hədsiz dərəcədə, yəni 100-150 metr bu sözü demək mümkündür. İndi isə mən 2-ci mərtəbədə yerləşirəm. Bax, gördüyünüz kimi 2-ci mərtəbədə olan otaqlar açıq formada, yaxud bağlı forma, qapısı olan formada hamısı yaşayışa əlverişlidir, yaşayış üçün əlverişlidir. İndi isə deməli, bax, mənə elə gəlir ki, bura zalıdır, zalı həqiqətən böyükdür. Yəni 98,5-dir. Bura deməli otaqlardan biridir. 5-in 5-ədir. Polu taxtadır, yəni başqa material deyil. Bildiyiniz kimi deməli Təzə Şəmkir avtovağzalından bura eyni ölçüdədir. Mən elə gəlir bir balaca kiçikdir. Bura hardasa bura 5-in 6-ya, bura 5-in 5-ədir. Yenidən mən sizə 2-ci mərtəbənin otaqlarından birini göstərdim. Bax, bura deməli 2-ci mərtəbədir. Bildiyiniz kimi Təzə Şəmkir avtovağzalından deməli bir dəqiqə 9, 11, 23 nömrəli marşrutlar işləyir. Bir də nəsə, bura isə deməli yenidən 2-ci mərtəbənin otaqlarından biridir. Bax, belə bir həyət evinin qiyməti 85.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Hal-hazırda isə 2-ci mərtəbənin hamamını görürsünüz. İsə bağçasına çıxıram. Dediyim kimi Təzə Şəmkir avtovağzalına çox yaxın bir ərazidə, faktu 4,5-dən çox, ancaq sənəddə 3,85 çox torpaqda, deməli 2 mərtəbəli həyət ev satılır. Sənədi çıxarışdır, yəni asan xidmətdə alqı-satqıya gedən sənəddir. Evin öz sənədi çıxarışdır. Bura isə 1-ci mərtəbənin otaqlarından biridir. Obyektə yararlıdır. 5-in 5-ədir. Yenidən 1-ci mərtəbənin otaqlarından 2-ci yaxud 3-cü otağını sizə göstərirəm. Gördüyünüz kimi polu taxtadır. Yəni başqa material deyil. Texpasporta şəxsən özüm baxdım. Orada deməli tikildiyi ilə görə ipoteka yararlıdır. 6 tonluq su baseynini görmək mümkündür. Eyni zamanda deməli bağça tərəfdən evin xarici görünüşünü görürsünüz. 2 tonluq su bakıdır. 15 ədəddən çox ağac növü var. 3 tərəfdən kubiklə hörülüb. Bax, belə bir həyət evinin qiyməti 85.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Yenə təkrar edirəm. Gəncə Şəmkir avtomagistral yoluna çox yaxın bir ərazi. Bundan başqa, deməli, Gəncə şəhərində yerləşən Təzə Şəmkir avtovağzalına yaxın bir ərazidir. Bax, belə, sizlərə uğurlar.